Salam, hər vaxt xeyir olsun. Avtobus dayanacağına yaxın belə bir iki otaqlı həyət ev satılır. Biz acıq evin həyətindəyik. 3 daş hündürlüyündə tikilib. Yəni zirzəmisi var. Biz daxil oluruq evin içərisinə. Yəni bura dəhlizidir. Bura sanitar qoşağıdır. Evin aboyları dəyişiləcək, biraz dəyişiklik olacaq. Bura mətbəxidir. Bura bir otaqdır. Yəni köhnə əşyalar olsa əşyanı bir yerdə verəcək. Bu da 2 otaqlıdır. 2 otaqlı evdir. 119 nömrə avtobus dayanacağına yaxındır. 10 metr arası var astanovka ilə. Döşəməsi taxtadır, kombi sistemi yerləri var. Dediyim kimi, sənəd bələdiyyənin qiyməti mülk kağızıdır, 2 otaqdan ibarətdir. Qiyməti 50.000 manat.